Dünyada 4 əsas pasport rəngi mövcuddur. Hər bir ölkənin pasportunun rəngi həmin ölkənin dinini, coğrafi mövqeyini və tarixini əks etdirir. Əsas pasport rəngləri bunlardır: qırmızı, mavi, yaşıl və qara. Qırmızı rəngli pasport ən çox istifadə edilən pasportdur. Qırmızı rəngli pasportlar adətən tarixi və ya mövcud kommunist sistemi olan ölkələr tərəfindən seçilir və daha çox Avropa Birliyinə üzv olan dövlətlər tərəfindən istifadə olunur. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı pasporta sahibdirlər. Avropa İttifaqına qəbul olmağa maraqlı olan ölkələr, məsələn Türkiyə, Makedoniya, Albaniya, bir neçə il əvvəl pasportlarının rəngini qırmızıya dəyişdilər. Amerika qitəsində Boliviya, Peru, Kolumbiya və Ekvador qırmızı səyahət pasportuna sahib olan ölkələr sırasındadır. Mavi rəngli pasport ən çox istifadə edilən ikinci pasportdur. Mavi pasportlar yeni dünyanı simvolizə edir. Mavi pasportlar əsasən 15 Karib ölkəsində istifadə olunur. Venezuela istisna olmaqla bura Braziliya, Argentina və Paragvay da daxildir. ABŞ vətəndaşları 1976-cı ildən yalnız mavi rəngli pasportlardan istifadə edirlər. Bir çox müsəlman ölkələrində pasportun rəngi yaşıldır. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan bu ölkələrin bir qismidir. Yaşıl, Həzrəti Məhəmməd Peyğəmbərin ən sevimli rəngi kimi qəbul edilir. Eyni zamanda təbiət və həyat simvoludur. Bəzi Burkina Faso, Nigeriya, Côte d'Ivoire və Senegal kimi Qərbi Afrika ölkələrinin vətəndaşları da yaşıl pasporta sahibdirlər. Qara rəngli pasport ən nadir pasport rəngidir. Botsvana, Zambiya, Burundi, Gabon, Angola, Kongo, Malawi kimi bəzi Afrika ölkələrinin vətəndaşları məhz bu pasportlardan istifadə edirlər. Yeni Zelandiya vətəndaşları da bu pasporta sahibdirlər. Çünki qara Yeni Zelandiyanın milli rəngidir.